Ay eviyesi, hardasan? Buradayım Əziz qardaş, buradayım. Burada harda? Otaqlar maşallah çoxdur, mən səni tapa bilmirəm. Gəl qonaq otağından başlayaq. Xoş gördük, necəsən? Hoş gördük Əziz qardaş. Sən necəsən? Nə var, nə yox? Sağ ol, var olasın. Allahın izni ilə izləyicilərimizə bir dənə ev çıxardıq. Mərkəz yolun üzəri. 2-ci Araz marketin tam yaxınlığı. Əsas magistral transdan məsafəsi 30-40 metr. 4 Kupçalı. otaq, paket kupça, mərtəbə arası monolit beton. Qiyməti bu başdan deyirəm. İzləyicilərimiz intizarda saxlanır. Şok elə, şok elə. Şok yerirlər ha. Bu həqiqətən də şokun şokudur. Neçəyə? 85.000 manata. Yəni belə bir şey yoxdur. Təcil olaraq satılır. Evimiz qismən əşyalıdır. Bir dənə sanata qoşanda bir dənə zəhmət olması oldu. Çünki bu birinci mərtəbə aid olan da bu. Həqiqətən də bazarda belə bir qiyməti ev yoxdur. Həm sahəsində bir qarabaq var. Rahatsızlıqla, içinə başını dağıtın olur. Evimizin fasad görünüşü çağır. Mənim gözüm üstə. Çək belə, gözəlliyə baxın. Bazarda belə evlər qardaşım, ən azı 120, 130, 140 bin manat arası. Düz bunun yanında 135 min deyir evi. Bəli. Təcili pul lazım olduğuna görə bu evimizin qiyməti 85 min manat hörmətli kanal izləyicilərimiz. İndi isə mən sizə ikinci mərtəbəsini tanış edim. Bura hanımlara lazım olan kimi kladovkasıdır, süpürgədir, pülsosdur, digər lazım olan əşyalar qoyulur ora. İkinci mərtəbəsindən mən sizə tanış edim. Çəksən qardaşım. Deməli qardaşım, 1, 2, 3. Ümumiyyətlə 4 otaqdan ibarətdir da. Bəli, bunu 4 otaqdır. Qoy bir dənə bu yataq otağını çəkim gəlin bir dəfəlik. Çək. Bax, belə bir gözəl bir yataq otağı burada, hörmətli kanal izləyicilərimiz. Bura ən balaca yataq otağıdır. Uşaqlar üçün nəzərdə tutulmuş. Bir yataq otağı burada. Böyük yataq otağı buradadır. Pəncərənin qarşısına keçən bir mail yoxdur. Kondisioner kim var? Bax, belə bir gözəl bir yataq otağı buradadır. Evimiz qismən əşya saxlı, bir daha xatırladım. Burada isə belə bir yataq Qoy bir dənə ikinci mərtəbənin sanitar qoşulan çəkim. Hər bir sanitar qoşulan gördüyünüz kimi yetərincə genişdir. Və buraya isə sonuncu yataq otağıdır. Balkonda da bax belə çıxışır, geniş də balkonu var. Həyətyanın sahəsini bir daha formasını göstərdim. Bax, bu formada həyətyanın sahəsi var. Bugünkü gündə inandırım ki, sizi, aracılarımızı inandırım ki, alt nömrəli məktəb tərəfdə, Yoncaq tərəfdə, yəni bu qiymətdə belə bir ev yoxdur. Həqiqətən də yoxdur. Amma bugünkü də mərkəzi yoldan 50 metr məsafədə 4 otaq kupçalı 85 min manata. Təcili olaraq. İnşallah.